Yəni ilk başlayanda ona çox inci, yəni eləmək istədiklərimi eləmişəm. Sevgimi göstərmişəm. Daha gözəl, daha xoş, daha əldə tutmaq, daha dəyərli olduğunu onu göstərmək istəmişəm. Və bunun üçün hər şey etmişəm. Hər şey etməyə çalışmışam. Eləmək istəmədiyim heç bir şey etməmişəm. Amma elədiklərimi müəyyən bir çərçivə daxilində imkanlarımdan üstün olaraq eləmişəm. Elə bilmişəm ki, bu daha yaxşı olacaq, ona daha xoş olacaq, ona daha gözəl təsir edəcək, ona daha mən cəlb edici gələcəm. Ona sevgimi daha yaxşı ifadə etmiş olacaq və bu onun üçün daha xoş olacaq və daha onu özənli, gözəl, dəyərli hiss elətdirəcək. Amma bunu bilməmişəm ki, qarşımdakı insan əslində məni mən olduğu kimi istəyir. Mən necə varamsa elə olduğum kimi. Yəni sevgimi nəyəsə xatir yox, nəyinsə varsa, əlində nə varsa onunla göstərməyimi istəyirmiş. Amma mən yanlış anlamışam. Mən demişəm ki, daha yaxşılarını versəm daha gözəl olar. Bunun da səbəbləri nədən qaynaqlanır? Uşaqlıqda itirmə qorxusundan. İlk tutmuşam ki, bəlkə bu xanım da gedər. Bəlkə buna da yetərsizlik hissini, yəni necə varamsa elə görsənsəm, bəyənməz, sevməz. Bir növ bizim özümüzün özümüzə olan inamsızlığımızdan, kompleksimizdən, öz dəyərsizliyimizdən, özümüzü insanlara sevdirmək çabamızdan gələn bir şeylərdir ki, yəni bunu gənclərə buradan səslənirəm. Gələcəkdə evlənəcək, ailə həyatı quracaq, xoşbəxt olmaq istəyən insanlara səslənirəm ki, necə olursa olun, necə varsınızsa elə olun. Sizi sevən insan əgər sizi sevirsə, olduğunuz kimi sevəcək. Və sizi sabah olduğunuz kimi görməndə siz xəyal qırıqlığı yaşatmış olacaqsınız insanlara və bu da çox yaxşı bir şey olmayacaq. Nə qədər sevicisinizsə, nə qədər onun gözəl olmağını istəyirsinizsə, onun əl içində tutmağını istəyirsinizsə, nə gözəl olmasını istəyirsinizsə, davamlı onu eləyə biləcəksinizsə onu eləyin. Amma ilk başlarda onu eləyib sonra eləyə bilməyəcəksinizsə, bunu eləməyin. Mən bir müddət elədim, sonra mənim işim alınmadı, işdən çıxdım, depressiyona düşdüm, gəldim Bakıya, Bakıda tək yaşadım, təkliyə öyrəşməmişdim, bir müddət bunalıma girdim, bir depression vəziyyəti yaşadım və ona o yanında olduqlarımı eləyə bilməm. Təbii ki, yanında olduğunu eləyə bilməzsən sən indiki dövrəmdə, amma eləməyə çalışdığım qədər elədim, amma oradakıları aşırı dərəcə verdiyimə görə çox lazım olduğundan artıq verdiyim üçün o artıq sonradan verdiklərim ona yanlış gəldi. Sonradan verdiklərim ona bəlkə də az gəldi, bəlkə də xəyal qırıqlığı gəldi, bəlkə də məni ilk gördüyü kimi görə bilmədi deyə onu da qınamıram, ona da haqq qazandırıram ki, burada səhvim böyük məndədir ki, mən yanlış davranmışam və bunu sizlərə deyirəm ki, əziz dostlar, siz davranmayın. Sevəcəksinizsə, necəsinizsə elə sevin. Sizi sevən, sizi necə varsa elə olduğu kimi sevsin. Başqa cür sevdirməyin sözü. Əgər sizi olduğu kimi sevirsə, sizin yanınızda qalacaq. Əgər sizi olduğu kimi sevmirsə, sizin yanınızda zaten qalmayacaq və zaten başlamayacaq. Və mən buradan bu video vasitəsilə bəlkə qabağına çıxar, bəlkə çıxmaz bilmirəm, amma o insana çox təşəkkürümü bildirirəm. Çox sağ olsun deyirəm ki, mənə həyatın özümü tanıtdırdı, kim olduğumu tanıtdırdı, yanlışlarımı göstərdi. Çalışın həyatınızda sizə yanlışları göstərən, sizə doğruları göstərən, sizi özünüzü tanıtdıran, özünüzün kim olduğunuzu bildirən birisi olsun həyatınızda və onun qədrini bilin. Bəlkə videonun qabağına çıxar, amma mən çox təəssüf edirəm. Çox təəssüf edirəm ki, ona olduğum kimi görünmək istəmişəm, amma bacara bilməmişəm. Bu da mənim qorxularımın nəticəsidir. Bu mənim günahım deyil, bu da mənim qorxularımın günahıdır. Bu da mənim aldığım ilk travmanın günahıydı ki, mən ona istədiyi kimi, onun dediyi kimi, olduğu kimi davrana bilməmişəm. Necə varsınızsa elə davranın. Səmimi, sadə və təbii şəkildə. Siz qəbul olunacaqsa elə qəbul olun. Süni davranıb sonradan xəyal qırıqlığı eləməyin. Mən buradan o xanıma əlbisini sevdiyim üçün, sevdiyimi daha gözəl, daha xoşbəxt
yanlış eləmişəm, amma buna görə eləmişəm. Bəlkə artıq o mənə